Prezident İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub. İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xameneyinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib. İran İslam Respublikasının ölkəmizdəki səfiri Müçtəba Dəmirçulu dövlətimizin başçısını qarşıladı. Azərbaycan prezidenti matəm kitabına ürək sözlərini yazdı. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını dedi. Müçtəba Dəmirçulu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirdi.